Hava yolları şirkətləri haqqında nə düşünürsən? Performans qiymət müqayisəsinə məncə baxmaq lazımdır. Buna yaraşır, buna yaraşır. Wizz Air-la Ryanair qruplaşdırıb bir desək. Bir yerdə də qiymət. Mən onlara bir söz deyə bilmirəm, çünki pulsuz uçursan. Yəni 20 dollara uçursan da nə gözləyirsən? Yəni nə gözləyə bilərsən? Çatasan da, vəsə. Hə, yəni məni bir dənə indir ora. Nice. Başa düşdün? Başqa heç. Amma misal üçün Polish Airlines irad bildirərəm. Polish Airlines-ə irad bildirən çoxdur. Mən də bildirəm. Nə cəhətdən? Çox eşidirəm, mənim qardaşımın da başına gəlib gələndə. Bagajını itirmişdilər. Qrupda da gördüm, bagajı qırılan çox insan. Çox uçmuşam, başıma gəlməyib açıq, amma başqa problemlər var. Misal üçün yemək. Kotlet çörək. Bax atıram, uçursan Kotlet çörək. və səndən az qala Turkish Airlines-in pulunu alırlar, az qala. Az qala. Ona görə verdiyi bir Ya dənə sandviç buterbrod, verir. sandviçdir, bir də içmək. Azal indi bu qruplaşmada ən topdadır qiymət cəhətdən, fiyat performans cəhətdən. Ümumiyyətlə bizə uçan Bakıya olan uçuşlar bahadır. Azalın özü də bahadır. Azalın özü bahadır. Azalın özü bahadır. Ryanair-də uçanda, məsəl üçün mənim keçən dəfə başıma gələn bir şey oldu. Hava şəraitinə görə 2 saat gecikdik. 2 saata görə sənə 4 evro kompensasiya verdi. Dedi ki, nə hissəni alayım. Sən saatın 2 evro. 2 evro və Krakova sürdü. Riga'dan Krakova. Krakova düşə bilmədi hava şəraitinə görə. Katowice düşürdü. Oradan qaytardı bizləri şeyin avtobusla. Ryanair plus bir dənə də pis şeyini deyim sənə. Enişi pisdir. Hə, birində pisendi, birində ümumiyyətlə yenə bilmədi Krakova. Bax da indi sən. Amma qiymət cəhətdən Yox, mən ona görə deyirəm. Onu heç vaxt mən Wizz Air-la Ryanair işləmişəm, mənim Allah gözümdən tökəndə bildiyim. Ona görə də ki, amma Polish Airlines aldığı pula görə xidməti sıfırdır. Yəni low cost gedir. Amma low cost deyil. Hər zaman nə deyirdik? Videolarımızın davamını istəyirsinizsə, like edib kanala abunə olmağı unutmayın. eləyin də.